Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında matəm musiqisi səsləndirilir. Həzin musiqi sədaları altında cənazə təyyarədən düşürülüb. Heydər Əliyev 20-ci əsrin 30 ildən artıq bir dövrünü öz qüdrətli çiyinlərində uğurla 3-cü minilliyə apararaq Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın yüksəlişi naminə yorulmadan misilsiz xidmətlər göstərib. Həyatımızın elə bir sahəsi tapılmaz ki, orada Heydər Əliyev əməyi ilə inşa edilmiş mənəvi və maddi abidələr olmasın. Heydər Əliyev 34 ildir ki, ömrünü doğma vətəni Azərbaycanın tərəqqisinə, əminamanlığına, xalqının həyat səviyyəsinin yüksəlməsinə həsr edib. Öz ürəyini xalqın işıqlı gələcəyi naminə şam kimi əridən ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının yoluna işıq saçan əbədi məşələ çevrilib. Bu məşəlin işığı, hərarəti heç vaxt azalmayacaq. Çünki o öz gücünü xalqdan alır. Və təbiidir ki, Heydər Əliyev kimi oğulla Azərbaycan xalqının öyünməyə haqqı var.